Deməli uşaqlar, bir də istəyirəm ki, sizlə nümunələr üzərindən baxaq. Çünki hər il buraxılışda ən azı bir sual tabeli mürəkkəb cümlələrdən olur. Ya tabeli mürəkkəb cümlədir, ümumiyyətlə mürəkkəb cümlələrdən verilir. Şagirdlər lövhəyə yaxınlaşdılar və tapşırıqları bir-bir həll etdilər. Yaxınlaşdılar kim? Şagirdlər. Həll etdilər kim? Yenə şagirdlər. Həll edən də şagirddir, yaxınlaşan da şagirddir. Əgər hər iki kişi bir şəxs görübsə, deməli bu sadə cümlədir. Həmcins xəbərli sadə cümlə. İkinci cümləyə baxaq. Müəllim sinifə daxil oldu. Hamı ayağa qalxdı. Ayağa qalxdı kim? Hamı. Sinifə daxil olan müəllimdir, ayağa qalxan isə hamıdır. Bu mürəkkəb cümlədir uşaqlar. Balaca uşaq həm rəsm çəkir, həm də mahnı oxuyur. Baxın, uşaq rəsm çəkir, uşaq mahnı oxuyur. Hər iki kişi görən eyni bir uşaqdır. Həmcins xəbərli sadə cümlədir. Günəş çıxdı və təbiət qış yuxusundan oyandı. Çıxdı nə? Günəş. Qış yuxusundan oyanan nədir? Təbiət. Hərəsinin özünün mübtədası var. Mürəkkəb cümlədir. Daha sonra quşlar budağa qondu, biraz süzüldü və qəfil uçub getdi. Mən də elə gülməli cümlələr qururam ki, quşlardır qonan, süzüləndir quşlar, uçub gedən də quşlar. Hər üç xəbər bir mübtədaya tabedir. Yenə bu da sadə cümlədir. Külək kəsdi və ağacın yarpaqları yerə töküldü. Baxın, əsən külək, tökülən nədir? Ağacın yarpaqları. Üçüncü nöqtənin söz birləşməsində ifadə olunan mübtəda. Sadə cümlədir. Mən kitabxanaya getdim, amma axtardığım kitabı tapa bilmədim. Getdim kim? Mən. Tapa bilmədim kim? Yenə mən. Bu sadə cümlədir. Bura mən 6 eləyə sadə qeyd elədim. 6 mürəkkəb idi uşaqlar. Aha. Mən gəldim, sən isə artıq getmişdin. Gələn mən idim, gedən sən idin. Mürəkkəb cümlədir. Yəqin ki, anlaşılır. İdmançılar meydana çıxdılar və azərkeşləri salamladılar. Salamladılar idmançılar, meydana çıxdılar idmançılar. Hər ikisində edən idmançılardır, sadədir. Zəng çalındı, uşaqlar dərhal həyata qaçdılar. Çalındı nə? Zəng, qaçdılar. Kim? Uşaqlar. Hər bir xəbərin özünün mübtədası varsa, bu mürəkkəbdir. Təkrar deyirəm ki, beynimizə yelisin. Anar həm dərslərini oxuyur, həm də futbol oynamağı sevir. Anar oxuyur, anar sevir. Hər ikisini görən kimdir? Anar. Sadədir. Yağış kəsdi və göyün üzü yavaş-yavaş aydınlaşdı. Kəsdi nə? Yağış. Aydınlaşdı nə? Göyün üzü. Mürəkkəbdir. Hər kəsən yağışdır, aydınlaşan göyün üzüdür. O qapını açdı və cəld içəri girdi. O açdı, o girdi. Qapı açıldı, deməli o açıb, o giribsə sadədir. Qapı açıldı və içəri bir qərib adam girdi. Açıldı nə? Qapı. İçəri girdi kim? Adam. Hər bir mübtəda başqa bir xəbərədir, tabedir, mürəkkəbdir. Ayaz kitab oxudu və sonra isə dəftərində qeydlər apardı. Kitabı oxuyan da Ayazdır, qeydlər aparan da Ayazdır. Hər iki xəbər bir mübtədanın tabeliyindədir, sadədir. Daha sonra pəncərə açıldı və otağa təmiz hava doldu. Nə? Pəncərə doldu nə? Hava. Hər mübtədanın özünün xəbəri var, mürəkkəb. Balıqçılar toru dənizə atdılar və səbirlə gözləməyə başladılar. Balıqçılar dənizə atıblar, balıqçılar gözləməyə başlayıblar. Sadə. İşçilər yolu bağladılar, çünki təmir işləri aparılırdı. Aha, bax burada indi biz deyəcəyik ki, bu söz, bu cümlə sadədir, mürəkkəbdir. Yolu bağladılar işçilər, işləri deməli aparıldı nə? Təmir işləri. Bəli, hər xəbərin özünün mübtədası var və bu tabesiz də deyil ha uşaqlar. Çünki ilə bağlanan bir cümləyə biz tabesiz deməyəcəyik. Bu tabeli mürəkkəb cümlədir. Bizim indiyə qədər sadaladıqlarımız mürəkkəblərimiz, yəni tabeli idi. Daha doğrusu üzr istəyirəm, tabesiz, bu isə tabeli. Uşaqlar ağacın kölgəsində oturdular və şirin-şirin söhbət etdilər. Uşaqlar oturdular, uşaqlar söhbət etdilər. Hər ikisini görən kimdir? Uşaqlardır, sadədir. Külək gücləndi, amma yağış hələ başlamamışdı. Gücləndi nə? Külək. Başlamamışdı nə? Yağış. Hər mübtədanın özünün xəbəridir, mürəkkəbdir. Məncə, inanmıram ki, sadəni mürəkkəbdən ayırmaqda çətinlik çəkəsiniz uşaqlar. Məncə, rahatdır. Nə qədər də nümunə üzərində baxdıq. İndi əsas məsələ tabeli mürəkkəb cümlələrin tərəflərindən hansı budaqdır, hansı başdır, ona baxmaqdır. Mənə elə gəlir, bugün yağış yağacaq. Baxırıq ki, bu cümləmiz bizim
intonasiya ilə bağlanıb, amma bilmirik axı baş əvvəl gəlib, budaq əvvəl gəlib. Biz nə bərpa edirik bura? Mənə elə gəlir ki, demişdik ki, ki bərpa edə biliriksə, baş budaqdan əvvəldir. Tapşırıqlarını vaxtında bitir ki, axşam rahat istirahət edəsən. Baxın uşaqlar, ki həm budaqda, həm də başda gələ bilirdi. Düzdürmü? Nə zaman başda, nə zaman budaqda gəlirdi. Əgər zaman məzmunu varsa və biz onu andan əvəz eləyə biliriksə, budaq başda. Amma görürük ki, burada o məzmunda deyil. Tapşırıqlarını vaxtında bitir ki, axşam rahat istirahət etsən. Baş, budaq. Kim bu suala cavab versə, demişdik ki, sasiyə ilə bağlananda, sasiyə şərt şəkli ilə, hissəci ilə budaq başdan əvvəl gəlirdi. Sonra, bilirəm, sən çox çalışqan bir şagirdsən. Nə bərpa edirik bura? Bilirəm ki, baş, budaq. Hava isindi mi, mımi ədatı ilə bağlananda. Budaq, baş. Atam tapşırdı ki, axşam dərslərlə məşğul olum. Ki bərpa elədim yenə. Baş, budaq. Əgər hədəfin böyükdürsə, fikir veririk ki, burada uşaqlar, həm hissəci var, həm də əgər var. Budaq, baş. Hara baxıramsa, hər tərəf yamyaşıldı. Sasiyə ilə bağlandı. Budaq, baş. Məqsədim odur ki, yenə də baş, budaq. Yaxşı hazırlaş ki, yenə də baş, budaq. Eşitmişəm ki, sən şahmat yarışında qalib gəlmişsən. Baş, budaq. Nə qədər kitab oxusan, bağlayıcı sözümüzdür. Baxın. Bağlayıcı söz varsa nə olurdu? Budaq, baş. Zəng çalınanda gördük ki, hamı sinifdən çıxır. Daha buradakı andaya görə gedib budaq baş götürməyin ha. Uşaqlar, kidən əvvəlki sözü biz andarla əvəzləyə biliriksə, kini çıxardıb, o zaman budaq baş olar. Burada normal qaydada baş budaqdır. Özünə inanmalısan, çünki bu uğurun açardır. Səbəb bağlayıcıları var idisə, baş budaq olurdu uşaqlar. İstəyirəm ki, hər kəs öz fikrini sərbəst desin. Ki ilə bərpa elədik. Baş, budaq. Hərçənd var idisə, güzəşt bağlayıcıları. Budaq, baş. Daha sonra, hansı kitabı bəyənsən, onu da sənə hədiyyə edəcəm. Sual əvəzləri, yəni bağlayıcı sözlər. Budaq, baş. Bəllidir ki, zəhmət çəkmədən nəticə əldə etmək olmaz. Baş, budaq. Qonaqlar gəldimi, süfrəyə çay gətirilir. Bəzən mümini sarla da əvəzləmək olar. Qonaqlar gəldisə, süfrəyə çay gətirilir. Budaq, baş. İndi 2 dənə məqama baxın. Məktəbə çatar-çatmaz gördüm ki, bu da baş budaqdır. Digər 2 məqamı sizə deyim. Qatar stansiyaya yenicə çatmışdı ki, ümumiyyətlə yenicə və təzəcə olanda çox vaxt, yəni ki olan hissə budaq olacaq. Bəzən yenicə olmaya da bilər uşaqlar. Qatar stansiyaya çatmışdı ki, güclü yağış yağmaya başladı. Baxın, dəyişirik bunu. Qatar stansiyaya çatanda güclü yağış yağmaya başladı. Bir çatmışdı sözünü çatanda ilə əvəzləyə bildiyimi. Aha, budaq, baş. Nə olsun ki var. Demişdi ki, əgər zaman məzmunu bildirirsə və xəbəri biz çatanda, gedəndə, yəni ki, andalı bir sözlə əvəzləyə biliriksə, bu zaman budaq başdır. Digər də eyni qaydada. Şagird dərslərini təzəcə bitirmişdi ki, təzəcə olanda budaq başdır. Lakin bəzən bu söz bir əyəkdən vermirlər ki, görüm sən tapa biləcəksən, yoxsa yox. Şagird dərslərini bitirəndə dostları onu həyata çağırdı. Yenə də anda, əndə. Budaq, baş. Bəzən isə uşaqlar, intonasiyamız olduqda ki ilə yox, sa ilə əvəz edə bilirik. Onu qeyd eləməyi unutmuşam. Məsəl üçün deyə bilərik ki, pis adamdır. Yaxın durma. Baxın, bura nə əlavə edə bilirik? Sa. Pis adamdırsa, yaxın durma. Budaq, baş. Yəni, intonasiya ilə bağlanan bir cümləyə biz ya sa əlavə edirik, ya ki ilə bərpa edəndə, yəni kini bərpa edəndə baş budaqdır. Sanı bərpa edəndə budaq, baş.
Sağ olun, ümidvaram ki başa düşərik.